Salam. Deməli, Səfəvilər mövzusunun ikinci hissəsi haqqında danışırıq. Danışaq 2-ci İsmayıldan. 2-ci İsmayıl 76-77-ci illərdə Səfəvi şahı oldu. Mərkəzləşmə siyasəti aparmağa çalışdı. Müəyyən cəza tədbirləri gördü. Şiə sünniliyi yumuşaltma siyasəti aparsa da o hakimiyyətdən salınca öldürülür. Hakimiyyətə 78-87-ci illərdə Məhəmməd Xudabəndə gəldi. Onun dövründə dövlət zəiflədi. Onun arvadı Məhdi Uluya əsas işləri üzərinə aldı. Və bundan istifadə edən Osmanlılar Səfəvilər üzərində yürüş etdi. Van hakimi Xosrov Paşanın yürüşü idi. 1578-90-cı illərdə Səfəvi-Osmanlı müharibəsinin ikinci mərhələsi başladı. 78-ci il Çıldır döyüşündə Osmanlılar qalib gəlib Dərbənd, Şirvan, Şərqi Gürcistan bölgələrini tutsalar da, elə həmin ildə 78 Molla Həsən döyüşündə Səfəvilər Krım xanının qoşunu Adıgərayı məğlub etdilər və Dərbənddən başqa digər əraziləri geri qaytara bildilər. 83-cü ildə Niyazabad döyüşündə Səfəvilər qalib gəlsə də, sonradan həmin bir ay sonra 83-cü ildə Osmanlılar Çuxursəb vilayətimizi işğal etdilər. 85 birinci Sufyan döyüşündə Osmanlılar qalib gələrək Təbrizə daxil oldular və Təbriz şəhəri yandırıldı. Ümumilikdə 86-89-cu illərdə Azərbaycan torpaqlarının böyük bir hissəsi Osmanlılar tərəfindən işğal edildi. Həmin vaxt Səfəvi-Osmanlı müharibəsinin başlamasının, baş qarışmasına istifadə edən Şeybanilər yürüş edərək Xorasanı da geri qaytarmışdı. 1587-ci ildə 1629-cu ilə qədər Səfəvi şahı oldu 1-ci Abbas. 1-ci Abbas hakimiyyətə gəldi və Səfəvi-Osmanlı müharibəsinin ikinci mərhələsi 1590 İstanbul müqaviləsindən bitdi. Müqavilənin şərtinə görə Xalxal, Ərdəbil, Qaracadağ, Lənkəran, Qəzvin torpaqları Səfəvilərə, qalan Azərbaycan torpaqları, Gürcüstanın şərqi, İranın qərb torpaqları Osmanlılara verildi. 1-ci Abbas deməli hərbi islahat keçirdi. 44 min nəfərlik xüsusi qoşun yaratdı. 4 növ qoşun yaratdı. Topçu, tüfəngçi, qulam, qızılbaşlar. Tək başına silah gəzdirməyi ləğv etdi. İnzibati islahat keçirib 1593-cü ildə Vahid Azərbaycan bəylərbəyisi yaratdı. Mərkəzi Ərdəbil oldu. İdarəsini Zülfüqar bəy Qaramanlıya tapşırdı. 1598-ci ildə paytaxtı İsfahana köçürüb Abbasabadlı məhlə saldırdı. Qəzvinlərin ilk ömrünü almaq məqsədi ilə. Və artıq tədbirlərə başladı. Bu islahatların nəticəsində 1-ci Abbas Səfəvi qoşununun gücünü bərpa etdi. Onun 3 məqsədi var idi. Xorasanı geri qaytarmaq, 1599-cu ildə Xorasan geri qaytarıldı. İkinci məqsəd Portuqallar İran körfəzindən qovmaq idi. 1621 İngilislərlə əbədi dostluq müqaviləsi imzalandı. 22-ci ildə İngilislərin köməyi ilə Portuqalları İran körfəzindən qova bildi. Və Osmanlıların tutduğu torpaqları geri qaytarmaq. Bu məqsədə 1603-cü ildən başladı müharibəyə. Təbriz azad oldu. Culfa-Naxçıvan döyüşü ələ keçirildi. Ordubad şəhəri özləri üstəyə qaldırıb azad olduqlarına görə Ordubad şəhərini 1-ci Abbas vericilərdən azad edir. Ümumiyyətlə 1605-7-ci illərdə torpaqlarımızın hamısı Osmanlılar tərəfindən geri qaytarılmışdır. 1605 2-ci Sufyan döyüşü oldu. Səfəvilər Turan taktikası tətbiq edərək Osmanlı qoşununa qalib gəlmişdir. 1-ci Abbas böyük sürgün siyasəti yeritdi. Naxçıvan Culfa əhalisini köçürtdü İran içərilərinə doğru. İqtisadi məqsəd güdürdü. Çünki Osmanlı ərazisindən keçən ticarət yolunu İran körfəzə köçürtdü. Bununla da ticarətdən gələn gəliri təmin edə bilmişdir. Deməli, 1612-ci ildə Səfəvi Osmanlılar arasında 2-ci İstanbul və yaxud da Sərə müqaviləsi imzalandı. Amasya bərpa olundu və Tereş qalasının dağıdılması haqqında fərmana mane olmamalıydı. Osmanlılar dağıdacaqlar, Tereş qalasını fərmana mane olmamalıydı. Sonraki dövrdə 1616-18-ci ildə Səfəvi-Osmanlı müharibəsinin 4-cü mərhələsi başladı. Çünki 1-ci Abbasın sərhəd bölgələrinə yürüşü istifadə edən Osmanlı Sultanı həmin zaman 1-ci Əhməd idi, hücum etdi və müharibə başladı. 1618-ci ildə Sınıq körpü döyüşü oldu. Səfəvilər Osmanlı Krım xanının qoşununa qalib gəlirlər. Elə həmin ildə Mərən müqaviləsi imzalandı. Mərən müqaviləsinə görə də Amasya müqaviləsi bərpa olunmuşdur. 1622-ci ildən 1-ci Abbas İraq, Kərkük, Əcəm İraqı torpaqlarına hücum etdi. Bununla da Səfəvi-Osmanlı müharibəsinin 5-ci mərhələsi başladı. 1629-42-ci illərdə Səfəvi şahı oldu 1-ci Səfi. 1-ci Səfinin dövründə Səfəvi-Osmanlı müharibəsi başa çatdı 5-ci mərhələsi Qəsr-i Şirin sülh müqaviləsi ilə. Bu müqaviləyə görə Amasya bərpa edildi. İrəvan Səfəvilərə, Əcəm İraqı Osmanlılara verildi. Səfəvilər Van, Qars ahalisına hücum etməyəcəklərinə dair təminat verdiler. Qəsr-i Şirin müqaviləsinin nəticəsində Səfəvi-Osmanlı müharibəsi arasında münasibətlər nizama salındı, sakitçilik bərpa edildi. Hardasa 100 il müddətinə hər iki dövlət öz iqtisadiyyatını bərpa edə bilmişdir.
Deməli, Səfəvi Osmanlı müharibə mərhələləri haqqında danışdıq. Bundan ibarət idi. Sağ olun.